maraqlı oyun alındı. Hər iki komanda meydançada yaxşı mübarizə apardı. Yaxşı komandaya qarşı oynayırdıq. Amma belə ümumi götürəndə komanda meydançada yaxşı işlər görməyə çalışırdı. Belə düşünürəm ki, bir xal qazandıq, yolumuza davam edirik, qarşıdakı oyuna razılaşacaq. Keçən tur Səba ilə oyundan sonra bildirdiniz ki, daha istəkli və daha yaxşı Araz Naxçıvan görəcəyik. Bugün həmin o istəkli, daha yaxşı komandanızı gördünüz və ümumiyyətlə dəyişikliklər hiss etdinizmi komandada? Yox, belə ümumi oyunun dinamikası yaxşı idi, yüksək idi. Sadəcə biraz oyunun tempini istərdik ki, hakimlər salmasın. Daha çox bir də gördüm ki, 3-4 dəqiqə ərzində oyunun tempi düşürdü, amma ümumi götürəndə komandanın göstərdiyi oyundan razı qaldım. Qarşıda Qarabağlı oyun var çempionatda və ümumiyyətlə hər oyun sizin üçün finala bərabərdir yəqin ki, 3-cü pilləni qorumaq üçün. Araz Naxçıvan indi necə oynamalıdır sizcə? Növbəti oyunlarda biz hansı Araz Naxçıvan görə bilərik? Belə Araz Naxçıvan necə oynayıbsa elə də davam eləyəcək. Nələri dəyişmək istədiniz ilk növbədə komanda? Yox, belə ümumi biz də bilirik ki, sezonun sonudur. Bura kimi əziyyətlə gəlmişik. Düşünürəm ki, komanda əlindən ən yaxşısını eləməyə çalışacaq.